gün biz revmatik xəstəliklərə inteqrativ yanaşma haqqında danışacağıq. Əlbəttə ki, bu sahədə praktikası olan həkimlərimiz də burada varsa, yenə sonda öz fikirlərini əlavə edə bilərlər. Deməli, ümumiyyətlə, inteqrativ yanaşma bildiyimiz kimi burada xəstəliyə deyil, xəstəyə yanaşma eləyirik. Xəstənin çox doğru şəkildə, düzgün şəkildə anamnezi toplanılır. Sadəcə simptomlar deyil, simptomlara səbəb olacaq deməli, etioloji səbəblər araşdırılır. Məhz inteqrativ tədavüdəsində biz qollarını veririk. Məsələn, burada nələr daxildir burada? Fizioloji tənzimləyici terapiya, ortomolekulyar terapiya, nevral terapiya, refleksi terapiya, izole terapiyası, heliksor və omnoterapiya dediyimiz öksürük preparatlarından tədavilər, mind terapiya, yəni bu psixolojik dəstək, terapiya, fitoterapiya, bitorqan preparatları, osteopatiya, samin terapiya, bunlar hamısı dəstək tədavisi şəklində xəstələrin daha tez toparlanmasına və kronikləşməməsinə yardımcı olur. Revmatik xəstəliklərin etiologiyasında bəs nələr durur? Burada genetik meyillilik və human leykositlər antigen sistemi, haşalar sistemi, autoimmun mexanizmalar, virus və bakteriya infeksiyalar, hormonal və metabolik faktorlar, ətraf mühit və stress faktorları burada tetikləyici rollar oynaya bilir. İmmun sistemi, yəni bunların nəticəsində immun sistemimizdə bir disbalans əmələ gəlir. Burada həkimlərin və iltihab mediatorlarının aktivləşməsi baş verir. Oynaqlarımızda sinadal membranlardan zədələnmələr əmələ gəlir. Burada süniləri destruksiya yaranmağa başlayır və xronik iltihab prosesinin inkişafı və zəmin yaranır. Burada təməldəki immun sistem düzənlikləri fonunda dayanan xəstəliklər, autoimmun xəstəliklərə hansılara aiddir? Revmatoid artrit, lupus, Behçet, spondilartropatilər, vaskulitlər, ifinit xəstəliyi, oynaq strukturların degenerasiyasına gedən durumlara, osteoartrit dediyimiz problemlər, metabolik problemlərə, podagra, infeksiyalara çox müzündə bildiyi, şaxtdan, aqrupbet demətik streptokoku infeksiyaları, hepatitlər, epişteyn-Barr, herpes simplex virus və tipləri və s. və çeşitli travmalar kimi nəticəsində deməli ki, giriş qapısının olması və buradan infeksiyanın daxil olması da buna gətirib çıxarda bilər. Məsələn, biz septik artritlərdə nəticə etibarilə bu sonda ola bilir. Bu səbəblər oynaq iltihablarına, artritlərə, qığırdaqların aşılmasına və təbii sümsələnmələrinə yol açır, ağrı, şişkinlik, səhvlik hərəkət sistemi səbəb olur. Ağrının kökündə daxili və xarici qıçqanıcı faktorların təsiri ilə daxili stetin sisteminin balansının pozulması durmaqdadır. Burada biz likiqatı biraz əlavə edəcəyik. Çünki revmatik xəstəliklərin kökündə eyni zamanda bağırsaq sistemimizdəki sidran bağırsaq sindromunun olması və bununla əlaqədar olaraq da yaranan deməli açıq qapı, hansı ki, girməməsi gerəkən antigenlərin vücudumuza girməsi və onların oynaqlarımızda və digər deməli toxumlarımızda bir antigen rolunu oynaması, bunlara qarşı orqanizmin bir hücuma keçməsi şəklindədir. Likiqatı hamımız artıq eşitmişik. Burada bağırsaq bariyerindəki tight junction izolaları olan zonulin, aklitin, claudin deməli bu sistemlərdə disbalans əmələ gəlir. Zonulin miqdarı artmağa başlayır. Mən revmatik xəstəliklərdə, məsələn, şəxsi praktikamda da mən bunu görmüşəm və sizə bu haqda bir nümunə də deməli paylaşacağam. Disbioz və baryer zəifləməsi isə lipopolisakkaridlərin və mikrob antigenlərinin keçidini artırır. Bu da dendrisit hüceyrələri və makrosaqlarda timonukleus alfanın, interleykin 6-nın və interleykin 1-betanın artımını gətirib çıxardır. Eyni zamanda THP-17-lər və T-regulator balansının disbalansı əmələ gəlir. THP-17-lərin artması, bunların interleykin 17 sintezini gətirib çıxartması və autoimmun iltihab məsələn nəticələnir. Revmatoid artritdə zonulin, kalprotektin və tight junction dəyişiklikləri müşahidə olunur. Düzdür, bu hələ daha çox araşdırma tələb eləyir. Amma xəstə üzərindən də burada biz xəstələrin üzərindən də buna yanaşmada daha deməli bariz şahidi oluruq.
Bağırsaq bariyeri revmatik xəstəliklərdə əsas müalicəni əvəz eləmir, amma iltihabı azaltmaqda və remisyon göstərmədə yardımcı rol oynayır. Yəni biz demirik ki, revmatik xəstəliklərin beynəlxalq klassifikasiyasında istifadə olunan dərmanları hamımız istifadə edirik və əlbəttə ki, bunsuz keçmək mümkün deyil. Amma zamanla biz əgər xəstəliyin etiologiyasına, dərinliyinə enməzsək, bunlar daha ileri ağır proseslərlə əvəz olunmağa başlayır. Burada məsələn biz çölyak xəstəliyinin celiakiya, sonra Helicobacter pylori və bağırsaq infeksiyaları, disbioz, qida dözümsüzlüyü kimi real səbəbləri araşdırmaq və onları müalicə etmək lazımdır. Sonra bəzi dərman preparatları, yəni ensek dediyimiz non-steroid anti-inflamatuar ilaçlar, antibiotiklər, alkoqol və siqaretdən uzaq durmaq, hansı ki, bariyerin keçiciliyinə kömək eləyir, yəni artırır. Aralıq dənizli tipli anti-iltihab pəhrizin tətbiqi, tərəvəz, paxlalı, tam taxılı, zeytun yağı, balıq, polifenollar kimi polifenol mənbələr, yəni gilə meyvələr, sarı yetərli liflərin istifadəsi, butrat dəstəyi, çox önəmlidir butrat dəstəyi, çünki və butrat dəstəyində bizi bağırsağımızda xüsusi bir bakteriyalar var, indi paylaşacağım, onların vasitəsilə sintez olunur. Bu da lif-rezistent nişasta, paxlalılar, yulaf, soyulmuş kartof və düyü, yaşıl banan unu, bunlar da yemək tüzünatlığa deməli gətirib çıxarda bilir. Mikronutriyant dəstəyi, hansı ki, ortomolekulyar terapiya deyirik, mineral vitamin dəstəkləri mütləq şəkildə lazımdır. Burada vitamin D, sink, maqnum və omega-3 dəstəyi, yəni danılmazdır. Mütləq idarə edilməsi və deməli, mütləq aerotik məşqlər yenə bağırsaq beyin immun balansının tazəlığına kömək eləyir. Burada zorunlu molekulyar testləri standart diaqnostik deməli meyar deyil, nəticəli klinik vəziyyət və laborator materiallarla mütləq bərabər şəkildə şərh olunmalıdır. İki qatı məsələn təlimində müxtəlif üsullar var. Burada nəbzin ümumi analizi, nəbzdə mütləq şəkildə mikrobiot analizi, bəzi pankreatik elastaz testinin, kalprotektinin, laktoferinin təyini, eyni zamanda çox basit bir, çox kolay bir test olan qaranlıq sahə mikroskopiyasında çox böyük rolu var. Qaranlıq sahə mikroskopiyasını artıq çoxlarımız bilirik, hətta öz kəndi üzərimizdə bu, yəni bunu istifadə etmişik və laborator, yəni nəticəsini görmüş və uyğunluğunu görmüşük. Qulaqdan alınan, deməli, bir damla qanda bizim orqanizmimiz haqqında, deməli, çox önəmli məlumatlar verilir. Burada qanın oksigen, su və dəmir zənginləşmə dərəcəsi, yəni qan azlığı dediyimiz durum, kronik hipoksiya, su elektrolit disbalansı, antioksidativ potensial, iltihab prosesinin əlamətləri, deyir ki, burada biz roya dedik, ertəsən çökmə sürəti və burada deməli, qan hüceyrələrinin bir-birinə necə deməli, birləşmiş formada olması gördüyünüz kimi şəkillərə paylaşılıbdır. Laxtalanma sistemimizin vəziyyəti, tromb əmələ gəlməyə meyillik, immun sistemimizin nitrosillər, limfositet monositlərin vəziyyəti, qan plazmamızın təmizlik dərəcəsi, yəni burada bakterial infeksiyalar eyni zamanda hətta görülə bilir, hərəkətli halda belə görülür, izlənə bilir. Eyni zamanda burada məsələn xolesterin deyil, dəyərlənmə yüksəklik varsa bu xəstədə, metabolik sindrom varsa bunları yenə izləyə bilirik. Bu da bizim ömrdə bağırsaq, yoğun bağırsaq, öd çıxarıcı yollar, məqaltı vəzifələrini dəyərləndirməmizə yardım edir. Yardımcı olur. Trigliseritlər və xolesterinlərin artmasını az öncə dediyim kimi, yəni görmüş, izləmiş ola bilirik. Bu da mikrobiotanı növbəti planda vurğulayacaq. Mikrobiota nədir? Bizim yəni bağırsağımızda olan deməli bakteriyaların miqdarı, kütləsidir. Bir də belə mikrobiom. Mikrobiom isə bunların genetik deməli genetikasının miqdarıdır. Yəni bu bakteriyaların daşıdığı genetikanın toplu miqdarını göstərir. Klinik tədqiqatlar göstərir ki, Lactobacillus deməli kazini 0,1 ştamlı 8 həftəlik deməli aparılmış tədqiqatda revmatoid artrit xəstələrində high sensitive GLP, ağırlı şiş oynaqlar və DAS28 göstəriciləri azalmışdır və ciddi yan təsirlər bildirilməmişdir. Eyni zamanda probiotiklərin GLP kimi markerlərə modest təsir, yəni nə demək? Orta dərəcəli təsir göstərisi də DAS28 və klinik klinik üzrə nəticələr hələ tam şəkildə sübuta yetirilmir, hələ tədqiqat durumundadır, yəni hələ tədqiqatlar davam edir. Eyni zamanda 2024 BMC medisinin meta-analizində mikrobiota izastil terapiyalar bəzi autoimmün və revmatik xəstəliklərdə fayda göstərə bilər deyə bildirilmişdir. Burada mexanizmləri Lactobacillus diffidobakter ştamları, yağ turşuları, reproduktor sistem aktivliyi və interleukin 10 deməli, hansı bizim anti-inflamatuar interleukinimizdir, immun balansı dəstəklənməsindən deməli
açıqlanır. Burada Ticobacterium prausnitzii denilən butrat istehsalçıları, az öncə bəhs eləmişdim. Yəni butratları bizim bağırsağımızda liflərdən sintez eləyən, deməli, bir mikrob, bir bakteriya növüdür ki, çox faydalıdır. Ticobacterium prausnitzii və biz bunları deməli, nəzis analizində, əgər mikrobiota analiz ediriksə, yəni bunun miqdarını izləmək üçün biz butrat deməli, sintezinin və butratın miqdarına baxırıq və bu bizdə artıq bir fikir oyadır ki, bu bakteriyanın miqdarı nə qədərdir, yetərlidir mi, yetərli deyilmi? Anti-iltihabis deməli effekti vardır. Mikrobiota dəstəyi deməli bioloji terapiyanı əvəz eləmir, amma çox böyük yardımcı rol oynayır. Məsələn, burada mütləq şəkildə lifli deməli pəhriz çox böyük rol oynayır. Kiçik dozlardan başlanılır, 25-35 qrama qədər artırılır. Prebiotiklər, yəni inulindir, oligosaxaridlərdir, galaktik-oligosaxaridlərdir, psiliumdur, restin nişastadır, hansı ki istifadə olunur. Revmatit artı üçün ən çox müzakirə olunan ştam Lactobacillus casei-dir, parakazei-dir, bu qruplardır. Belə ki, bunların 8 istifadəsi çox yaxşı dediyimiz nəticələr verməkdədir. Geniş spektrli dəstəklərdə Lactobacillus və bifidobakteriya qarışımları yenə 8-12 həftəlik sınaqlarda CRP və içəris dəyərlərinə DAS28 və gastrointestinal simptomlarda yəni yaxşı nəticə göstərilmişdir. Bildiyiniz kimi DAS28 muhit artritin aktivlik dərəcəsini dəyərləndirmək üçün olan bir qiymətləndirmə üsuludur və burada da yaxşı nəticələr əldə olunmuşdur. Probiotik, prebiotik kombinasyonları burada qısa öncəli yağ turşusu istehsallarında yaxşı dəstək verməkdədir. Əlbəttə ki, biz deməli, probiotikləri istifadə etdikdə mütləq şəkildə bu təhlükəsiz şərtlərindən diqqət etməliyik. Ağır immunosupressiya, neutropeniya, mərkəzi venoz kateter, ciddi pankreatit və ağır sepsis hallarında bunları mütləq diqqətli şəkildə istifadə etmək lazımdır. Qızdırmadır, bakteriya şübhəsidir, davamlı ishal, kəskin qarın ağrısı olsun, yəni dediyimiz kimi burada mütləq həkim nəzarəti altında bunların təyini çox önəmlidir. Burada mən sizə az öncə bəhs etdiyim bir xəstənin üzərindən olan bir nümunəni göstərəcəm. Deməli, xəstə bizə gəlmişdi, deməli, oynaqlarda kəskin ağrılar və bu ağrılar artıq 2 aydır kəskinləşmişdi və bildirilmişdi ki, mütləq revmatoloqa gedib tədavi başlanmalıdır. Biz xəstənin dediyim kimi çox önəmlidir düzgün anamnezin toplanması. Anamnez topladıqda məlum oldu ki, xəstədə ishallar, yəni formalaşmamış defekasiya davam edir və çox ki, xəstə bunu ciddiyə almır bu problemi. Mütləq şəkildə yəni digər testlərini yaptırdık. Eyni zamanda mikrobiota paneli istədik, nəzis analizi istədik. Burada biz pankreas elastazasına, kalprotektinə və zonulinə baxdırdıq xəstədə. Pankreas elastazası, burada bunun nəzisdə konsentrasiyası bizdə mədə-altı vəzinin ifazət qabiliyyətini əksələtdirir və 200-ün üstündə olmasını istəyirik. Aşağı olması demək, burada mədə-altı vəz komponentinin də bu prosesdə rol oynadığını göstərir. Daha sonra kalprotektin baxılmışdı eyni zamanda. Bildiyiniz kimi, yəni 60-ın altında olması önəmlidir. Deməli, daha sonra zonulin, hansı ki, tansiyon zülallarındandır. Əsas funksiyası bunun artmış olması, deməli, keçirgənliyin artması anlamına gəlir. Və bunun da negativ olmasını istərdik. Amma xəstədə gördüyünüz kimi negativ. Deməli, əsas burada bunlara baxdıqdan sonra növbəti mərhələdə biz deməli, asitat sintezidən bakteriyalara, nitrat sintezidən bakteriyalara və patogen bakteriyalara eyni zamanda baxdıq. Və burada da biz aşkarladıq ki, bu xəstədə asitat sintezidən bakteriya, yəni Akkermansia mucinifiliya bunun miqdarı azdır. Bir də nitrat sintezidən bakteriyalar var. Ticobacterium prausnitzii qraflarda doladığımız. Məhz bu xəstəyə biz asitat sintezidən bakteriya, yəni Akkermansia mucinifiliyanı zakazlətdirdik. Yəni bizim ölkədə olmadığı üçün xaricdən zakazlətdirdik və xəstə bunu 2 aylıq tədavini aldı. Təbii ki, bunlarla yanaşı bağırsaq sistemində tədavilər verdik bu inflamasyonu azaltmaq üçün və xəstənin şikayətləri tamamilə gerilədi. Əlbəttə ki, bu bağırsaq problemi uzun müddətli olduğu üçün bunun həmişə nəzarətdə saxlamaq lazımdır. Tetikləyici faktorlar bunu yenə də belə deyim, dəyişiklik orada bilir. Burada simptomlar axtarışımız gətirib çıxara bilir. Amma biz ən azından xəstəni hər hangi bir qarmon altına, yəni qarmon tədavisi altında naməlum bir
bir işi ucu görmədiyimiz bir yola getmədik yəni. Düşüncələrimiz də bizi haqqında haqlı olduğumuzu göstərdi. Ona görə mən mütləq bu yəni inteqrasiya yanaşmada bunu mütləq vurğulamaq istərəm sizlərə. Məhz qısa zəncirli yağ turşularının istehsalı bağırsaq bakteriyalarının həzm olunmayan qida liflərini fermentasiya etməsi nəticəsində başlayır. Burada asetat, propionat, butrat kimi əsas qısa zəncirli yağ turşuları bizim bağırsaq sağlamlığımızı qoruyur, immunitetimizi gücləndirir. Ona görə də enerji mənbəyimizi dəstəkləyir. Yəqin ki, özünüz bilirsiniz ki, bağırsaq problemi olan insanlar belə halsız olurlar, enerjisiz olurlar. Yəni, yenə bu da bizim bağırsaqlarımızdakı faydalı bakteriyaların azlığından əlaqədar ola bilən durumlardan biridir. Burada prebiotik liflərin artırmamız gerekir. Tam taxıllar, baxlalılar, tərəvəzlər, meyvələr, bunlarda da deməli polifenollar var. Gilə meyvələrdə bağırsaq mikrobiom tərəfindən asanlıqla fermentasiya olunur. Psilin istifadəsi, kəpək və ya ətirlənmiş psilin qabığı kimi əlavələrdən istifadə etmək olur. Yenə burada qısa zincirli yağ turşularının istehsalını bir neçə həftə ərzində 2-3 dəfə qədər artıra bilir. Davamlı nişasta qəbulu, burada kartof nişastası, yaşıl banan və bişirilib soyulmuş makaron kimi davamlı nişastalar yenə bu istehsala əla mənbədir. Fermentləşdirilmiş qidalar, kefirdir, təbii yoğurtdur, turşu və kombuça kimi qidalar da yenə faydalı bakteriya ehtiyatını artıraraq fermentasiya prosesinə dəstək olur. Burada deməli eyni zamanda infeksion səbəblərdən də ola bilir bildiyiniz kimi. Yəni biz xəstənin bir bağırsaq problemi varsa, burada mütləq infeksiyaları da dəyərləndirməliyik. Yəni çünki hətta infeksiyalar olur. Eşerichia coli'lər, bir 57 ştamdan, salmonellar olur. Hortulus Difteria, Yersinia, Shigella, Campylobacterlər. Yəni bunlar da bildiyiniz kimi bağırsaq vasitəsilə başlayıb reaktiv artış şəklində özünü göstərə bilən deməli revmatik xəstəlikləri gətirib çıxarda bilir. Eyni zamanda A qrupu streptokoklar, bunlar da yenə kəskin revmatik qızdırma və prostreptokok reaktiv artış gətirib çıxarda bilir. Mən məsələn bir xəstə üzərindən nümunə deyə bilərəm. Özü həkim idi, pediatr idi xəstənin, müraciət etmişdi. Yəni artıq xəstədə deməli aritmiyalara qədər gedib çıxmışdı vəziyyət. Həm oynaq ağrıları, həm aritmiyalar, dəfələrlə məsələn müayinələrdə olduqda hətta aritmiyaya səbəb olacaq ocağı belə yandırmışdılar. Yəni yenə də nəticə əldə olunurdu. Düzdür, bəzən məsələn antistreptolizin antikoru asıl dediyimiz bir laborator analiz var. Bunu bəzən önəmsəmirlər, amma bu çox önəmli bir testdir. Xüsusən də bu xəstədə biz minin üstündə aşkarladıq bu testi, minliyik. Ondan sonra mən soruşdum ki, ixtisasınız nədir? Siz ona qədər soruşmamışsınız ixtisasını. Dedi ki, doktor, bəs mən pediatram. Onda mənə aydın oldu ki, davamlı uşaqlarla təmasda olur. Onların işte uşaqlarda olan infeksiyadan kapıbdır yəni. Və biz daha sonra yəni bu infeksiyanın qanı aşağı salmaq üçün müalicə verdik və xəstənin şikayətləri yavaş-yavaş gerilədi. Ona görə də yəni həqiqətən yəni terapiya işi çox diqqət, çox zaman sərf edən bir işdir. Yəni terapiyanın bütün sahələrində gəlib terapevtik xəstəyə yanaşırıqsa, gerçəkdən bu zaman alan bir şeydir. Digər tərəfdə məsələn Lyme xəstəliyi var, hansı ki, Borrelia burgdorferi tərəfindən törədilir. Yenə dediyimiz deməli bir xəstəlikdir. Oynaqları sinir sisteminə qədər gedə bilən bir durumdur. Septik artrit, staf aureosa tərəfindən xüsusən bir immunosupressiv xəstəlik daha çox yəni oynaqlarda bu problemi gətirib çıxarır. Viral artritlər, bunda hamımız bəlkə rastlaşmışıq, adi bir qrip olanda və yaxud da bir boğaz ağrısı başlayanda bir qrip infeksiyon sonrası oynaqlarımızda bir ağrı başlayır. Bu eyni zamanda həm hepatislərdə görülə bilər, hepatis viruslarının deməli programal dövründə görülə bilər. Virus 19-da, HIV-də, rubellada, chikungunya, yəni deməli acıqanlarla keçən bir viral infeksiyalar bunlarda və sair şəkildə görülə bilir. Burada septik artritdə məsələn sinovial maya analizi eləyirlər. Burada leykositlərin miqdarı çox önəmlidir. Eyni zamanda drenaj eləyirlər, yəni təmizləyirlər bu leykosit durumunu oynaqdan. Daha sonra antibiotik terapiyası verilir 1 ay yarım. Lyme artritində əlbəttə ki, mütləq şəkildə antibiotik tedavisi mütləq şəkildə verilir. Reaktiv artritlərdə həm infeksiyon tedavisi, həm də ki, burada ağrıkəsici preparatlar istifadə edilə bilir. Bu ağrıkəsici preparatlar şərt deyil ki, non-steroid antiinflamatuar ilaçlar olsun. Eyni zamanda bizim sel toymasından istifadə etdiyimiz Traumel, Zelfir preparatlarıdır. Bunlar da çox yaxşı effekt verir. Bunların həm tabletkaları, həm inyeksiyaları deməli yaxşı nəticə vermişlər, həm gelləri istifadə oluna bilir. Viral artritlərin isə mütləq şəkildə müalicəsində biz antiviralları istifadə edirik. Hepatitini,
hansı növdür, qeyd-dinir, C-dinir, HIV-dinir, mütləq şəkildə bunlara da ciddi yanaşma lazımdır. Revmatik xəstələrin beynəlxalq klassifikasiyasından toxunaq biraz. Burada deməli 6-nın birləşdirib toxunaq xəstəlikləri, məsələn, revmatid artrit, lupus xəstəliyi, Sjögren sindromu, sklerodermiya, polimiyaz dermatomiyazit bu qrupdur. Spondiloartropatiyalar dediyimiz ankilozan spondilit, psoriatik artrit, reaktiv artrit, enteropatik artritlər, yəni iltihab bağırsaqla əlaqədar olan durumlar bu qrupa daxil edilir. Vaskulitlər var, temporal artrit, Takayasu artrit, ginekolomotozu, Bugartis nodoza, degenerativ oynaq xəstəlikləri var, hansı ki, osteoartrit dediyimiz kristal artropatiyalar var, Gota pseudogut, bunlar da bu şəkildə təsnif olunmaqdadır. Ümumiyyətlə, klassik müalicədə bildiyiniz kimi non-steroidlər, DMARD-lar, yəni sulfasalazin olsun, plaquenil olsun, methotrexat olsun, bunlar hamımız bilirik. Kortikosteroidlər, biyoloji terapiyalar, antisemitlər, anti-interleykin tədaviləri, fizioterapi və reabilitasiya istifadə olunur. Sözsüz ki, xəstələrə yaxlaşım tam olmalıdır. Burada həm klassik, həm inteqrativ yanaşma bərabər olarsa, yəni daha yaxşı və daha dayanıqlı bir nəticə almaq olar. İnteqrativ yanaşmada biz qidalanmanın optimallaşdırılması, stresin idarə olunması, fiziki aktivlik proqramlarının verilməsi, vitamin və mineral dəstlərinin verilməsi, ən və tamamlayıcı terapiyanın birləşdirilməsi mütləq şərtdir. Funksional tip dediyimiz durum mütləq burada öz sözünü deyir. Tabii burada yenə qidalanma böyük rol oynayır. Metabolik funksional tip, iltihab funksional tip, hormonal balans pozuntuları, bağırsaq mikrobiotası, sərtləşdirilmiş yanaşma edilir xəstələrə. Xronik iltihabda ana meyarlar nədir? Uzun müddətli ağrı, səhər sərtliyi, yorğunluq və halsızlıq, laborator iltihab göstəricilərinin artması, oynaq misalının məhdudlaşdırılması, markerlərimiz və müalicədə takib etdiyimiz göstəricilər, selektiv zulal, ertəsən çökmə sürəti, statin profili, antisistik və remofaktor markerləri, antioksidant terapiya, yəni müalicədə istifadə edildiyi anti-iltihab qidalanma strategiyaları burada araşdırılır. Bəs revmatik xəstəliklərdə, məsələn, hər birində hansı statin profili izlənilir? Burada, məsələn, revmatid artritdə vurğulamışam, istəniz şəklini çəkə bilərsiniz. Tumor nekroz alfadır, interleukin 6-dır, 1 betadır, interleukin 17-dir, GCSF-dir, interleukin 8-dir. Bunlar artır. Yəni, lupusda daha çox B hücrə aktivləşməsi olur. Spondiloartritlərdə, məsələn, ankilozan spondilitdə interleukin 23, 17 ön plandadır. Sistemik sklerozda, yəni sklerodermiyada tumor faktor beta 6, interleukin 6, interleukin 13, interleukin 4 bunların üstünlüyü gedir. Vaskulitlərdə interleukin 6, tumor faktor alfa və s. bu şəkildə qeyd etmişəm. Və bu məqsəd ilə biz buna deməli preparatlarını istifadə edə bilirik. Deməli, buna anti-interleukin deməli 1, buna interleukin 4, buna interleukin 10, buna tumor faktor beta 1. Deməli, bunları istifadə edirik. Burada interleukin 1-i anti şəklində istifadə edirik. Çünki niyə? Ona bizə lazımdır anti-inflamatuar təsiri. Interleukin 4, 10 və tumor faktor beta daha çox deməli, anti-inflamatuar etkili olduğu üçün bunlarda antisöz istifadə etmirik. Yəni və bu şəkildə 20 danış gündə 2 dəfə oral qəbul edilir. Bütüncül yanaşma, yenə xəstənin həyat tərzinin qiymətləndirilməsi, psixoloji və emosional dəstək, detoksifikasiya bağırsaq sağlamlığı, fərdiləşdirilmiş terapiya planı, davamlı takip, pəhriz qidalanmalar, omega 3-ün zəngin qidalar, şəkər və emal olunmuş qidaların məhdudlaşdırılması, gluten süd məhsullarının azaldılması, mikrobiotanı dəstəkləyən qidalar. Burada istifadə olunan bitkilərdən də bəhs etmişik. Burada zəncəfil və sarıtörük, kurkumin, bosfori serrata çox yaxşı anti-inflamatuar effekti var. Yaşıl çörək polifenollar, dijital və anti-iltihab təsiri vardır eyni zamanda. Bəs helva saman terapiyası, bəli, burada da helva saman terapiyasının rol danılmazdır. Bildiyiniz kimi burada travmeldir, zelk preparatlarıdır. Çox böyük dəstəyi var. Eyni zamanda onurğada, məsələn, diskus kompozitumdur, müxtəlif bölgələrə uyğun olaraq, məsələn, hətta paravertebral biotenzimləyici terapiyada istifadə edilən inyeksiya var, çox fayda vermiş olur. İstər deməli, yerli, istər sistemik olaraq təsiri artıq sübutə yetirilir.
E, Deməli, travma və zir kompleksi deməli, homeopatik preparatlar üçün daha çox muskuloskeletal dediyimiz kimi ağrı və osteoartritlərdə dəst etməsindən istifadə olunur. Biz osteoartritində də əlbəttə ki, bunu hətta interaktivlər istifadə edə bilirik. Burada ağrı şkalasında azalma, analgetik ehtiyacın azalması, hər iki amputasının artması deməli görülür. Revmatod artrit, psoriatik artrit və vaskularitlərdə xəstəlik modifikasiya təsiri kimi təqdim edilməməlidir. Burada Dimatri Dior terapiya yerini tutmur, amma destek tedavisi üçün böyük rol oynayır. Saun terapiyasında burada bakteri və göbələk komponentləri əsasında hazırlanmış bir mikrobiyoloji dərmanlardır. Burada dizbioz, bağırsaq mukozal bariyeri, daxil immunitet bərpası rol oynayır. Bromotakil, mukakel, nigersan, samitil, stret, brusel, etilin kimi deməli immunomodulyasiya preparatlar istifadə olunur. Ümumiyyətlə, bağırsaqda bu dizbiozda bir də artan göbələklərdir. Məhz saun terapiyasının burada üstünlüyündən ibarətdir ki, bu göbələklər azaldılmalıdır. Çünki son etap bildiyimiz kimi deməli çevrilmədə göbələklərdə dayanır və bu göbələklərin artması vücudumuzda balansın pozulmasını daha da artırır. Ona görə də yəni göbələklərə qarşı aparılan mübarizəni unutmamaq lazımdır. Burada mikrobiotadan da önəmli göbələklərin məhv edilməsidir. Yəni zərərli göbələklərin məhv edilməsi və normal mikrofloranın daha sonra artırılması çox önəmli rol oynayır. Deməli, başlanğıc qiymətləndirmədə əlbəttə ki, burada aktivlik indeksləri var. Bunlar baxılır. Qanun analizi dediyimiz kimi C-reaktiv vizual, HS, deməli, qaraciyər və börək göstəricilərinə baxılır. Müalicədə deməli, mütləq şəkildə qeyd olunur ki, ağrının azalması, funksiyanın artırması, səhər sərtliğinin azalması, bunlar necədir, hansı gedişatla, yəni hansı intervalın azalır, 4-12 həftədən bir kontrol dəyərləndirmə aparılır. Aktiv infeksiya, qızdırma, oynaqada şişmə, allerjik reaksiyalar olur, bunlara diqqət edilir. Remissiyanın, bizim məqsədimiz remissiyanın deməli, daha uzun müddətli olması və xəstənin daha az ilaçla daha böyük deməli, hədəfə ulaşmamızdır. Elixir preparatları da burada immun sisteminin balanslaşmasında rol oynayır. Eksotik preparatlar dediyimiz Elixir A, N və deməli P. Bunlar Alman və Şam ağaclarından alınan deməli preparatlardır. Düzdür, Elixir'in onkologiyada tətbiqi daha genişdir, amma revmatoloji xəstəliklər üzərində etkisi bildiyimiz kimi deməli az deyildir, keyfiyyətli etkisi. Revmatologiyada xüsusən də deməli dediyim kimi destek tedavisi kimi istifadəsi önəmlidir. Burada lektinlər, eksotlu ekstratlarında lektinlər, viskotoksinlər və fenolik birləşmələr təsir olunur. Preklinik məlumatlarda immunomodulator, antioksidant və antiiltihabi təsirlər vardır. Nisbətli aktivliyi, skleroksit əmələ gəlməsi və elastaza ifrazı kimi iltihab mexanizmlərində təsir potensialı göstərilmişdir. Revmatik iltihab üçün deməli bunlar çox önəmlidir. Eyni zamanda Helixon 106 onkoloji xəstədə diskum album əlavə terapiyasının təhlükəsizliyi də müşahidə edilib. 16% yüngül əlavə təsiri qeyd olunubdur. Alovlanması deməli alt qruplarda bildirilməyib, lakin tədqiqatlarda müşahidə, yəni bəzilərində müşahidə edilmişdir. Ayrı Helixor preparatının istifadəsi zaman əlbəttə ki, bu ayrı vəziyyətə gətirilir. Yəni damar daxili forması əvvəlcə dəraltı istifadə olunur, dozu getdikcə artırılır. 2 dozlardan 1 milliqram, 5 milliqram, 20 milliqram, 50 milliqram, 100 milliqram şəklində daha sonra isə beynəlxalq formlara keçilə bilir və mütləq şəkildə bunların istifadəsi zamanı reaksiyalara fikir verilir. Reaksiya olduğu halda, yəni bu reaksiyaların bədən adaptasiyası üçün dozu artırılmır, o doz davam edilir və bir alt dozaya yenidən düşülə bilir və davam edilir. Burada reaksiyanı göstərmişik. Dərdə qızarıqlığın olması, əgər dərdə qızarıqlığın olması 5 millimi aşırsa, burada biz mütləq şəkildə dozanı artırmırıq, həmin dozda və bir alt dozda davam edirik. Daha sonra, burada əlbəttə ki, xəstənin tarkibini skorlama sistemlərindən baxırıq. 4-8 həftədən bir ağrı, bas şkalası, səhər sərtliyi, şişkin oynaq sayısı, revmatoloq artritdə DAS 28, spondiloartritlərdə BAS-day dəyərləndirilməsini aparırıq.
Digər bir yanaşma antioksidantların verilməsi, vitamin mineral dəstəyi. Vitamin D burada mütləq şəkildə göz adi edilmir. Heç bir zaman ümumiyyətlə həyat tərzimizlə əlaqədar olaraq və günəş şüasının yetərsiz qəbulu ilə əlaqədar vücudumuzun e, kalsium mineral dəstəyi çox e, zəif səviyyədə. Ona görə də vitamin D-yə çox ehtiyacımız var və vitamin D-nin istifadəsi həmişə məsləhət görürəm ki, əgər xəstənin deməli qan dərlərində kalsium eksikliyi varsa, mütləq şəkildə kalsiumla bərabər aparılsın. Omega 3 dəstəyi yenə də anti-iltihab təsirdə. Vitamin C-nin rolu haqqında danışacağım. Hətta deməli PubMed-dən bir məqaləndə paylaşacağım. İstifadəsi xronik iltihabın dəstəyində çox böyük rol oynayır. Maqneziumun istifadəsi əzələ spazmlardan, yorğunluq və stresslə funksiyaların bərpasında, siflisin effektləri, qlutaton peroksidazanın əmələ gəlməsində, hansı ki, qlutaton da qaraciyərimizin ən güclü antioksidant dəstəyidir, hansı ki, bunun yəni həm allergik xəstəliklərdə, həm revmatik xəstəliklərdə, yəni bir çox xəstəliklərdə, həm şəkər xəstəliklərində yeri danılmazdır. Koenzim Q10 və alfa-lipoid turşusu yenə mütləq şəkildə önəmlidir. Burada vitamin C-nin dediyim kimi aparılmış 2015-ci ildə deməli araşdırmada diabetli və hipertansiyon obez xəstələrdə iltihaba və metabolik markerlər üzərində effekti bildirilmişdir. Və Paskarbin də burada mütləq onun üçün paylaşdım sizinlə. Və bunun nəticəsində göstərir ki, vitamin C deməli high sensitive CRP-ni, interleykin altını, aclıq glukozasını, trigliserid düzeyini 8 həftə ilk müalicə sonrasında baxmışlar və əhəmiyyətli dərəcədə mən high sensitive CRP-də interleykin altıda deməli düşüşlər izləmişlər. Daha sonra trigliserid səviyyələrində elə bir dəyişiklik izlənməmişdir, amma xəstələrin anti-iltihab yəni effektləri çox yaxşı olmuşdur. Yekun olaraq bildirmək istərdim ki, revmatik xəstəliklər genetik, immun, metabolik, infeksiyon və bağırsaq mikrobiot faktorlarının qarşılıqlı təsirlə formalaşan çox faktorlu xəstəlikdir. Klassik revmatologiyada istifadə edilmiş preparatlar məlumdur. İnteqrativ yanaşmanı yəni sizə paylaşmağa çalışdım və bunların mütləq şəkildə bərabər istifadəsi daha yaxşı nəticələri gətirməkdədir. Təşəkkürlər dinlədiyiniz üçün. Axşamınız xeyir Çinarə xanım. Axşamınız xeyir. Çox sağ olun. Məlumatlarınız üçün təşəkkür edirəm. Sizə Həkimləri də salamlayıram. Sualları varsa həkimlərin mövzu ilə bağlı buyura bilərlər. Hələ ki sual yoxdur Çinarə xanım. Mən istəyərdim bir sual verim. Siz demək olar ki, ilk uzmanlardansınız da Bakıda deyərdim. Yəni yəqin ki, əvvəllər tək akademik tibblə də müalicələr təyin etmisiniz, sonralar inteqrativ tibblə. Bax, fərqi özünüz nədə görürsünüz xəstənin yaxşılaşması cəhətdən? Hansı fərqlər var? Hətta məsələn, mən özüm Türkiyədə təhsil aldığım dönəmdə baxırdım ki, bir xəstəni bir neçə şöbədə izləyirdim də. Məsələn, tam ki, revmatik xəstəni mən revmatologiya poliklinikasında da görürdüm. Sonra gedirdim onu, bir də görürsünüz, özünüz bilirsiniz, ağır revmatik xəstələr olur ki, reanimasiyaya düşürlər. Yəni, vaskulitlər xüsusən. Gedir, orada da görürdüm xəstəni. Hematologiyada da görürdüm. Və həmişə bir yol axtarırdım ki, bu necə əlavə kömək eləmək olar ki, ilaçlardan əlavə bu iltihabı, inflamasyonu daha yaxşı şəkildə idarə eləyək. Həmişə məni maraqlandırırdı. Ümumiyyətlə, hətta uzmanlıqdan əvvəl də yəni məxil preparatlarını yəni kurslarında olmuşdum. Yəni həmişə beynin bir nöqtəsində, bir yerində tuturdum ki, yəni bu preparatların görəsən effekti varmı və yaxud daha başqa hansı preparatlar burada effekti ola bilər, hansı mexanizmlər burada iştirak edə bilər. Dediyim kimi, tibb 2/2 deyil, yəni və hər xəstə üçün də eyni deyil. Ona görə də bu araşdırma nəticəsində yəni bu preparatların effektlərini deməyə başladım. Dediyim kimi, sırf məsələn, bir revmatik artrit xəstəsinə mən Tramil və Zeltini bir dənə tək verim, bu nəticə verəcəkmi? Məsələn, istədiyim nəticəni əldə etməyəcəm, amma ən azından xəstənin dolasını artırmayacağım. Xəstənin mövcud durumunu daha tez yüngülləşdirəcəm
Xəstədə daha ileri dərman araşdırmasına keçməyəcəm. Xəstədə məsələn o etiologiyanı araşdırana qədər bir zaman qazanacağam. Və xəstənin belə deyim də yüngülləşməsini, tam yan etkilərdən qorunmasını sağlayacağam. Yəni bunlar hamısı çox böyük rol mənim üçün çox önəmlidir. Çox sağ olun. Belə bir sual deyərdim. Nigersanın istifadəsi haqqında. Nigersan istifadə edirsinizmi siz? Nigersan ümumiyyətlə bildiyimiz kimi bu SANın preparatlarındandır. Nigersan istifadəsi məsələn spondiloartritlərin ankilozun spondilitdir, yəni Bexterev xəstəliyində məsələn istifadə edirəm və daha yaxşı nəticələrini görürəm. Çünki birləşdirici toxuma sərtləşməsi, sanki orada belə deyim, sklerozun getdiyi bir toxumalara daha yaxşı effekt verdiyini görmüşəm. Ampullarla genəldə istifadə eləmişəm Nigersanın. Həftədə 2 dəfə, yəni 10 dəfə olmaq şərtilə. Təbii ki, tək Nigersan deyil, burada bizdə mütləq şəkildə qələbləşdirilməsi lazımdır. Dediyim kimi, mexanizmlərdə, məsələn, Alkala N preparatını burada bəlkə də unutmuşam vurğulamağı. Alkala N və digər qələbləşdirici effekti olan preparatlar burada çox böyük rol oynayır. Çünki adi biz bunun istiyimizin pH-ınla deməli balanslaşdıra bilərik, yəni bilə bilərik. Genəldə bizim vücudumuzda xəstəliklər zamanı asidoz artır və bu asidoz fonunda toksinlərin çıxması pozulur, iltihab mediatorlarının son belə deyim qalıb nəticələrin çıxması pozulur. Ona görə də bunlar artıq depolanma fazasına keçir. Ona görə də bizdə alkala N və digər qələbləşdirici preparatların istifadəsi bütün revmatik xəstəliklərdə önəmlidir. Bunu da vurğulamasam, Nigersanın da effektivini istifadə eləmişəm, yəni görmüşəm. Oldu, təşəkkür edirəm. Buyurun. Dəlikli bağırsaq sindromunda hansı tədbirlər görmək lazımdır? Deməli, dəlikli bağırsaq dediyiniz sizə bu likvat haqqında sizdən danışdım. Mütləq şəkildə burada buna əmələ gətirən səbəb. Məsələn, biz ən önəmli birincisi nədisin ünlü analizinə ən basit birinci ondan başlayırıq. Yəni burada leykositlər varmı, həzm olunmamış deyək ki, nişasta, eyni zamanda burada işte hidrofil flora, yəni bunların hamısı baxılır. Formalaşmış, formalaşmamış olması, burada yanaşı, məsələn, bağırsaqda bunu yapacaq infeksion bir durumun olmaması, xəstəliyin anamnezindən alınır. Nədisin əkilməsini daha sonra əgər leykositlərdə yüksəklik istəyirsin, əkilməsini edirsiniz. Yəni bu əkilmə nəticəsində məsələn patojen bir mikroflora aşkar edirsinizmi? Çünki burada eyni zamanda siz antibakterial terapiyasından istifadə edə bilərsiniz. Çünki əgər xəstənin bir immun sistemində bir zəiflik varsa, orqanizm immun sistemi həmin o bakteriyanın öhdəsindən gələ bilmir və bu şəkildə reaksiya verməyə başlayır. Mütləq şəkildə burada normal antibakterial terapiyanın istifadəsi deməli önərilə bilir. Daha sonra isə bu liki qatın daha sonraki bərpasında birinci mütləq şəkildə qidalanma, yəni çox önəmlidir. Eyni zamanda mikrobiota dəstəyi, kalprotektin, laktoferrin bu dəyərlərdə mütləq baxılır. Bu dəyərlərin yenə yüksək olması bizim prosesin artıq bir autoimmun sistemə keçməsini və keçilməsini göstərir. Məsələn, əgər kalprotektin yüksəksə, demək biraz burada daha ciddi nidalar qoyulur ki, proses daha da dərinləşib deməkdir. Zonulin testindən əgər baxdıra bilirsinizsə, yenə də zonulinin artması yenə buna gətirib çıxardır. Birinci antiinflamatuar, birinci deyim ki, antibakterial terapi, əgər bir bakterial infeksiyondan şübhələnirsə, və yaxud viral infeksiyondan şübhələnirsə, qəşənglə bunların qarşısı alınır, mütləq dehidratasiyanın qarşısı alınır. Yəni bədənin su balansı, su mineral balansı bərpa edilir. Eyni zamanda probiotiklərin istifadəsi önərilir mütləq şəkildə. Ağır qidalardan qaçınılır, yağlı qidalardan qaçınılır, mədaltı bəz dəstəyi, yəni ferment dəstəyi mütləq şəkildə verilir. Çünki həmin mən sunumunda paylaşmışdım, pankreatik elastaza, yəni baxıla bilirsə, məsələn, onu izləyə bilərsiniz ki, onun yəni nəticə miqdarı nə qədərdir. Azsa deməkdir, burada mədaltı vəzində bir sinüksiyası var və onu belə deyim, zora salan bir durum olmuşdu və yetərsiz ifrazı da deməli həzm hissəyə gətirib çıxartmışdı. Bunlar da yenə tetikləyə bilir.
Bunların hamısı nəzərə alınmalıdır və o şəkildə və xəstənin yanaşı aldığı ilaçlar varmı, hansı ilaçları kullanırsa, yeni bir ilaç kullanımı varmı, sonra və yaxud da antibiotik tedavisi bir almışmı, ondan sonra mı başlamışmı, bir göbələk overgrowth varmı burada, e, bunlar hamısı nəzərə alınmaqdan tədavi başlanılır. Belə bir sual gəlib Çinarə xanım. Deməli, həkim sual verir ki, siz özünüz üçün istifadə etmisinizmi bu preparatlardan və nə nəticə almısınız? Bir uzmanlığı olan həkim kimi cavabınız maraqlıdır. Bəli, məsələn, mən dediyim kimi, inflamasyonun əgər məsələn bu xəstədə bağırsaq simptomları varsa, təmizə gəlib başqa adi bir baş ağrısı ilə gəlib, adi bir halsızlıqla gəlib və xəstə anamnezində deməli mədə bağırsaq anamnezdə bildirir. Məsələn, genəldə həmişə məsələn göbələkləri eradikasiya etməyə çalışıram. Yəni bunu antifungallarla deyil, çünki antifungallar bilirsiniz ki, qaraciyərdə P450 deməli sisteminə mənfi təsir göstərə bilir bizim oksidativ sistemimizə. Ona görə məsələn Fortakil preparatı məsələn istifadə edirəm, sevirəm. Demək olar ki, hər bir problem olan xəstədə mütləq şəkildə Fortakil preparatının istifadəsini önərirəm. Daha sonra da məsələn xəstələrdə dediyim kimi işte laborator analizlər nəticəsinə görə, instrumental analiz, yəni müayinələr nəticəsinə görə tedavinin davamını verirəm. Və yaxud da dediyiniz kimi alkala elmisinə xəstədə bir oynaq problemi var. Xəstədə mütləq mədədə bir problem varmı, yoxmu mütləq sorğuluyuram. Qələbləşdirmə, yəni alkala elmi istifadəsini mütləq şəkildə önərirəm və başlayırıq. Hətta özüm də əlbəttə ki, alkala elmi istifadə etmişəm, özüm uşağıma Fortakil də vermişəm, Natakil də vermişəm. Yəni əlbəttə birinci bunu özüm üstündə denemişəm, öz ailəmin üstündə denemişəm. Daha sonra istifadəsini xəstələr üçün məqbul bulmuşam. Müalicə sxem şəklində osteoartrozda necə yaxşıdır? Helixor A ya M istifadə? Osteoartrozda soruşur ki, Helixor A yoxsa M istifadə etmək lazımdır? Məsələn, mən A-nı istifadə etmişəm. A-nın istifadəsini daha çox önərə bilərəm. Bir də osteoartrozda direkt məsələn Helixor A-da ilə yanaşı xəstənin birinci mineral dəstəyinin normal olması lazımdır. Buna baxılmalıdır mütləq şəkildə. Deməli, burada kalsiumdur, fosfordur, vitamin D-sidir, maqneziumdur. Bunlar mütləq şəkildə dəyərləndirilməlidir. Ondan sonra xəstənin dediyim kimi davamlı istifadə etdiyi bir sümükdə kalsium atonik preparatlar falan var mı, onlara baxılmalıdır. Bir tiroid problemi var mı, hansı ki, buna görə də bir deməli, bunun üçün eutrox, levotiron, ekstraktin istifadə edirsə, bunlardan həmişə beyində tutulmalıdır ki, sümükdən kalsium atan preparatlardır, bunların diqqətə alınmalıdır. Helixor A-nı bəli istifadə edə bilərlər, çox kiçik dozlardan başlayaraq tutan şəkildə istifadə edə bilərlər. Bunları kompleks şəkildə edəcəklər. Yəni sırf mən bu Helixor A-nı başladım, digər şeylə önəm verməyin deyə bir şey yoxdur. Kompleks şəkildə aparılacaq. Biz demək olar ki, inteqrativ tibblə məşğuluq da. Orada sözsüz ki, xəstəyə fayda verən bütün o təsdiqlənmiş metodlar istifadə olunmalıdır. Siz deyən kimi kompleks şəkildə. Bəli. Bir dərmanı istifadə etməklə sözsüz ki, istədiyimiz effekti gözləyə bilmərik. Bir də Çinarə xanım, elə bilirəm, səhv eləmirəmsə yerləşdirmişdiniz. Quna interleykin preparatlarının tədqiqatları var revmatoid artritdə. Yəni bilmirəm onu siz yerləşdirmişdiniz ya yox. Mən heç adlarını kodlamışam. Yəni tədqiqatlar var 3 aylıq Quna anti-il 1, Quna il 4, bir də Quna il 10. Yəni istəsələr həkimlər bu haqqda da maraqlanarlar. Yəni prosesi nəzarətə almaq üçün. Digər preparatlar demirəm, amma Qunalarda tədqiqatları xeyli PubMed-də yerləşən tədqiqatları var. Məsələn, biz ağrı kəsicilər zaten interleykin sistemini blokad eləmək üçün. Məsələn, onlardan ziyade bu interleykinlərin istifadəsi daha zərərsizdir. Zaten burada bizim məqsədimiz nədir? Ağrı markerlərini blokad eləmək. Interleykin isə bunu neytrallaşdırır. İl 10 və il 4 isə bizim antiinflamatuar deməli dəstəyimizi artırır və bu balansı deməli tarazlaşdırır. Ona görə də əlbəttə ki, istifadə eləməkləri önərilir. Aha.
Oldu, doktor. Bir də qona il onun böyrəklərə təsiri. Belə bir sual var. Hı hı. Böyrəklərə. Yəni Ümumiyyətlə, əks göstərişi yoxdur bunların. Siz indi mən əks göstərişini bilmirəm, onu düşünmürəm ki, olsun. Çünki o antiinflamator bir bitkidir. Bir də vurğulamaq istəyirəm. Siz düşünə bilərsinizmi ki, heç bağırsağa verdiyiniz müalicə sizin böbrəyinizi düzəldə bilir. Yəni mən artıq bunun xəstələrimdə görmüşəm ki, yəni hətta bağırsağa verdiyiniz müalicə böbrəyin dəyərlərini belə normallaşdıra bilir. Yəni yenə bu tight junction zuallarının normallaşması üçün. Tight junction zualları təkcə bağırsaqda deyil, böyrəklərdə də var. Siz onları normallaşdırmağa bütün sistemləri normallaşdırırsınız yəni. Və interleukin onun da heç bir zərəri olmadığını düşünürəm. Çünki o antiinflamator bir interleukindir. heç bir əks göstərişi əlavə təsiri yoxdur. Yəni mən də bunu deyə bilərəm. Bir də sözünüzə qüvvə, bağırsaqlar öz yerində. Belə bir tədqiqat da var ki, onu da o birinə gələndə danışmışdı ki, mədaltı vəzinin dəstəklənməsi, bərpa olunması böyrəklərin də funksiyasını yaxşılaşdırır. Mən sən razıyam. Çünki mədaltı vəzin disfunksiyası zaten dolayısıyla ondan bağırsağa gəlir. Bağırsaq da yəni başlayır eyni şeyləri elə bil ki, qusuru dövranışıqda davam elətdirməyə. Mədaltı düzələndə bağırsaq düzəlir, o düzələndə böyrək düzəlir. Düzdür, hə. Elə akademikdə də belə əlaqə var da, oksalat daşlarının əmələ gəlməsində Bəli, bağırsağın rolu, bağırsaq florasının rolu. Bu da oradan da göstərir ki, bədən bütövdür, bütöv yanaşmaq lazımdır. doğrudur. Oldu. Çinarə xanım, təşəkkür edirlər sizə. Sağ olun, çox Biz də sağ olun. təşəkkür Dinlədiyiniz edirik. üçün Çox sağ olun. bənabərdə Sağ olun. Sağ Görüşərik olun. növbəti webinarlarda.